telekanallarda pozğunu təbliğ edənlər hansı kökdən, hansı soydan çıxdığı artıq bilinir. Pozğunları təbliğ edənlər, ora gələn münsiflərdən pul alırlar ki, səni məşhurlaşdırım. Yəni rüşvət gedir, orada rüşvət gedişatı var. Amma biz isə mərd-mərdənə rüşvət vermirik. Simamızla, geyimimizlə Azərbaycan müəllimi yanımızda olmayın. Kanallar, dövlət kanalları olmayın. Gedin, siz saxtakarları, pozğunları təbliğ edin. Amma vaxt zaman gələcək. Bugün Mikail Müşfiq yaşayır. Bugün Əhməd Cavad yaşayır. Bugün Hüseyin Cavid yaşayır. Yaşayırlar. Və biz də yaşayacağıq. Və biz də həmin o telekanallara dəyişim edəcəyik. Olacaq o gün. Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət, mənəviyyət sürükləndiyini biz görürük. Bu mənəviyyətsizliyi aradan qalxması üçün biz hər birimiz sözümüzü deyəcəyik. Bizim gələcəyimiz məhv olur. Çünki siz inanın ki, dünya ölkələr bizdən, mən bax Mustafa bəyin aparatda qəbul dedim ki, iqtisadi cəhətcə bizdən zəif ölkələr, Erməni, Gürcü və digərləri bizə gülür, lağ edir. Müəllimlər küçələrdə ağlar qalıb. Qadınlar, bütün adi evdar qadınlar belə pozğunluq siması var hamısında. Niyə edir? Bunu televiziya edir. Sosial platform, dövlət büdcəsində pul yoxdur deyirsiniz. Niyə yoxdur? Yaxşı, yoxdursa deyirsiniz də yoxdur. Bu boyda pul ayrılmalı, cərimənlə pul. Valla, bacarmırsınız, çəkilin kənara, gəlin düzəldək də. Bu sosial platforma sinəsini başlayıb dingiliş hərəkətlər edənləri salın o bölməyə, salmısınız eləmi? Hamısı sizin havadarınızdır eləmi? Hayır, Sabah rayon polis idarəsi və digərləri salın o bölməyə. 10 sutka verin və 10.000 də cərimələdin. Görüm onlar sabah çıxıb sinəsini başına açacaq və ona baxıb digərləri yodağını şişirdəcək, burnunu əməliyyat etdirəcək, narkomanlığı təbliğ etməyəcəklər. Bax, başa düşürsünüzmü? Anlayırsınızmı? Yəni, bu gedişat Azərbaycana bilavasitə pozğunluğun təbliğatı.